Son zamanlar trend olan kebab dönəri evdə mən də hazırladım. Bunun üçün sadəcə olaraq çəkilmiş ət və biraz ora soğan qatmışdım. Məndə ət biraz yağlı idi, amma məsləhət görərdim ki, yağsız olsa daha yaxşı olar. Çəkilmiş əti yağlı kağızın üzərinə əlavə etdim və yenə də üzərinə bir yağlı kağız əlavə edib və yaymağa başladım. Sonda belə sərgəli nəticəmiz olur. Daha sonra isə kağız qarışıq, biz əti rulet halına gətirməyə başlayırıq. Və bu arada qeyd edim ki, sobanı mütləq öncədən yandırmalısınız. Dərəcəniz də 180-200 dərəcə olmalıdır. Rulet halında olan ətimizi sobaya yerləşdiririk. Hardasa 15-20 dəqiqə müddətinə bişir. Nəticəyə inanın ki, mən özüm də şok oldum. Düzü fikirləşirdim ki, hamısı yalandır, belə olmaz. Amma inanın, həm dad baxımından, həm də ümumi görünüş baxımından tam o ətlərə oxşamış oldu. Uşaqlar üçün yuxarısı dönər hazırladım, amma rahatlıqla bundan siz İskəndər dönər də hazırlaya bilərsiniz. Mən hazırladım, çox bəyəndim. Siz də hazırlayın, inanıram ki, mənim qədər bəyənəcəksiniz.